Salam bağbanlar və bağ həvəskarlarına hər birinizi salamlayıram. Payızdır, noyabrın 9-udur. Düzdür, hava onu göstərməsə də, amma artıq payızdır. Payızda bitkilərinizə və yaxud da bağınızı nə ilə dərmanlamalısınız ki, misal üçün, yarpaqların üstündə, məsələn, bu qızıl güldür, yarpaqların üstündə sarı-sarı ləkələr əmələ gəlməsin və yaxud da yazda təzə-təzə bu may aylarında qızıl güllərin üzərində unlu şeh əmələ gəlməsin, yarpaqların üstündə ağ nöqtələr, sarı nöqtələr əmələ gəlməsin, narlarınız xarab olmasın, üzümləriniz xarab olmasın. Yəni bu siyahını çoxaltmaq olur. Bunun üçün payızda yarpaqlar töküldükdən sonra mütləq şəkildə həyət dərmanlamalıdır. Nə ilə? Onun haqqında bugün sizinlə danışmaq istəyirəm. Deməli, göbələk əleyhinə dərmanlar dəfələrcə videosunu çəkmişəm. Qısa videolarda çəkmişəm, göstərmişəm də, böyük videolarda çəkmişəm indiki kimi, amma yenə təkrarlayıram, çünki təkrar-təkrar sualları verirsiniz. Bu arada mikrofon da almışam, həmişə deyirdiniz ki, səsim pis gəlir. Mikrofon da son 3 videonu artıq mikrofonla çəkməyə başlamışam. Deməli, həyətimizi nə ilə göbələk əleyhinə dərmanla dərmanlaya bilərik. Bu fungisid qrup olan dərmanlardan hər hansı birini misal üçün sizə göstərə bilərəm. Bordo da ola bilər, skor da ola bilər, xorus da ola bilər, topaz da ola bilər. Üzərində fungisid yazılan dərmanlardan hər hansı biri ilə indi ağaclarınızı emal edə bilərsiniz. Elə ağaca baxdım, bir şey daha yadıma düşdü. Sual verirsiniz ki, tutalım ki, gilas ağacım, ərik ağacım və yaxud da alça ağacımın gövdələri şirə verir. Bu nədəndir? Bunun bir neçə səbəbləri var. O səbəblərdən biri də göbələk xəstəliyidir. Ona görə elə indidəndən həyətinizi, bağınızı, ağaclarınızı göbələk əleyhinə dərmanla dərmanlamaq lazımdır. Dedim hansıları, bir də təkrarlayıram. Bordodur, göydaşla əhəngin qarışığı. Bordo, xoruz, skor, topaz, siyahını uzatmaq olar və mənim son vaxtlar istifadə etdiyim Star Kaptan. Star Kaptan fungisiddir, aktiv maddəsi Kaptan 50%-lidir. Son vaxtlar mən bundan çox istifadə edirəm. Hətta bununla bağlı heç gözləmədiyim bir nəticə də almışam. Onu da sizinlə paylaşacağım. Deməli, necə istifadə edirsiniz? Əgər bordodan söhbət gedirsə, göydaşdan söhbət gedirsə, onun indi payız olduğu üçün 200 qramını və yaxud da 250 qramını 10 litr suya qatıb bitkilərinizin yarpaqlarının, qızıl güldən söhbət gedirsə, yarpaqlarının üstünü, altını, hər tərəfini yaxşıca çimizdirirsiniz. Yox, ağacdan söhbət gedirsə, artıq yarpaqları tökülübsə, üzüm də həmçinin yarpaqları tökülübsə, siz bilirsiniz ki, bunların üzərində göbələk xəstəliyi bu yay olub. Yarpaqları mütləq şəkildə toplayırsınız. Topladıqdan sonra torpağa bastırmayın, çünki üstündə göbələyin sporları var. Mütləq şəkildə torpağa tökülmüş yarpaqların hamısını yığırsınız, yandırırsınız, külünü həyətinizə səpə bilərsiniz. Amma yarpaq yerdə qalmasın, yarpağı torpağa bastırmayın. Yığdınız, yandırdınız, külünü səpdiniz, ondan da yarpaqla olan məsələni həll etmiş oldunuz. Sonra, deməli, bordodan söhbət gedirsə, təkrarlayım, 200-250 qramını 10 litr suya və ağacı yaxşıca gövdəsini çimizdirirsiniz və onunla kifayətlənmirsiniz. Mütləq şəkildə ağac, misal üçün, burada əncir ağacı var, bilmirəm, kamera düşür ya yox, gövdəsi buradadır, yana 2 metrə, 2 metrədən çox var, 2 metrəyə qədər gəlib. Ya hələ bu budanmış halıdır bunun. Yəni ağacın çətiri hara gəlir çıxırsa, həmin yerə qədər bunun yan kökləri gedir. Tut ağacıdırsa o daha da çox gedir, o ayrı məsələ. Yəni ağacın tək gövdəsini 1 metrə diametrində yox, əgər böyük ağacdırsa, daha geniş şəkildə, 1-2 metrə torpağın səthini də mütləq şəkildə dərmanla dərmanlayırsınız. Borda 200-250 qram 10 litr suya, xorusdur, skordur, bir flakonunu, flakonda
2 milli də olur, 5 milli də olur. Yəni 5 millisini 10 litr suya qatırsınız, 8 milli də olur, amma 8 milli çoxdur. Ondan bütün ağaclarınızı, bağınızı emal eləyirsiniz. Və hər dəfə dediyim kimi, bunu eləyə bilərsiniz ya səhər, ya da axşam üstü. İndi yenə elə mənim hər dəfə video çəkməyim günün ortasına düşür. Hal-hazırda saat 2 radələridir. Bu vaxtı yox. Ya səhər eləyirsiniz, günortaya qədər, saat 11-ə, 12-yə qədər, ya da axşam eləyirsiniz. Amma yenə vurğulayıram, səhər eləsəz daha yaxşı olar. Bundan başqa nəyi edə bilərsiniz ki, ağacın tutalım ki, gövdəsində, qabığın altında həmin o göbələk xəstəliyinin sporları qalmasın, qışlamasın. Bir dənə də bir üsul var. Çoxları bu üsulu deyir ki, biz Avropada bundan görməmişik. Bunu ancaq keçmiş postsovet ölkələrində istifadə eləyirlər. Amma onun bir fərqli bir cavabı var. Avropada mən də olmuşam. Onlar bizdən daha çox dərmanlar istifadə edirlər deyə indi deyəcəyim vasitəyə onlarda ehtiyac qalmır. Bu da nədir? Bildiyiniz əhəng. Yəni əvvəllər bilmirəm fikir vermişdinizsə, hər yaz, payız ağacın gövdəsini əhəngliyirdilər. Bunu əslində estetik cəhətdən eləyirdilər. Daha dərinə varsaq, bunun tarixçəsini bir dəfə mən paylaşmışam. Əhəngin özü də qələvidir, əhəngin özü də fungusitdir. Hətta əriklərdə olan Monoliaz xəstəliyinin qarşısını almaq üçün göbələk xəstəliyidir. 1%-li əhəng qatqısından istifadə olunur. Deməli, ağacınızı dərmanladıqdan sonra ağacın gövdəsini, burada necə bir ağac, o tərəfdə ağac var. Tutam ki, bu ağacdır. Ağacın gövdəsi gəldi. Ağacın gövdəsini 1 metrə 60 sm, 80 sm yox. Ağac şaxələnəndən sonra şaxələnən budağın üstünə bir 20 sm, 30 sm-yə qədər ağacın gövdəsini əhəngləyirsiniz. Əhəngi necə hazırlayırsınız? Əhəngi tökdüyünüz bir qaba üzərinə başlayırsınız asta-asta su əlavə edərək qarışdırmağa. Ta o vaxta qədər qarışdırırsınız ki, əhəng sulu xamaya konsentratında olsun. Xama yəni smetan. Smetandan biraz duru olsun. O olur artıq gözəl bir əhəng. Yağlı süd, 3,2%-li süd də əlavə edə bilərsiniz. Hətta içinə bu yapışdırıcı kley, yapışdırıcı, bu PVA yapışdırıcısı, PVA kleyindən də əlavə edirlər. Bunu da niyə əlavə edirlər? Bu yağlı süd və yaxud da yapışdırıcı, PVA yapışdırıcısı əhəngin ağaca daha yaxşı yapışmasına təmin eləyir. Amma PVA yapışdırıcısının tərkibi kimyəvi maddələr olduğu üçün süd əlavə eləsəniz lap yaxşı olar. Tutalım ki, bir 1 kilo əhəng götürdünüz, içinə asta-asta suyu qatıb qarışdırırsınız. Duru halda, xama halından gətirdikdən sonra üzərinə təzədən südü əlavə eləyirsiniz. 2 stəkan 400 qram ya da yarım litr südünüzə əlavə eləyirsiniz. Bir də qarışdırırsınız yaxşıca. Ondan sonra vurursunuz ağacınıza. Deməli, bir də təkrarlayım. Ağaclarınızı payızda göbələk əleyhinə dərmanlamaq lazımdır. Saydım, burada videosu da var. Bordo, xoruz, skor, topaz və yaxud da üzərində fungisid yazılmış, istər star kaptan olsun, istər kaptan olsun. Bunun ayrıca da kaptan da var. Bundan da istifadə edə bilərsiniz. Qatırsınız, bundan söhbət gedirsə, bunun 2 çay qaşığı, bundan qabaqki videoda danışmışam. 2 çay qaşığı eləyir 10 qram. Yəni normal dədə-baba Sovetdən qalma çay qaşığı onların biri 5 qramdır, xörək qaşığı 20 qramdır. 2 çay qaşığını 10 litr suya qatıb vurursunuz ağaclarınıza. Səhər vursanız daha yaxşı olar və çalışın ki, buludlu hava olmasın, yağışlı hava olmasın və hava proqnozuna baxın. Vurduqdan sonra heç olmasa bir 3 gün belə günəşli hava olsun. Günəş də bir balaca üzümə vurur, heç baxa da bilmirəm kameraya. Belə, demək istədiyim budur. Yenə nəsə deyəcəkdim, yadımdan çıxdı. Amma buralarda aşağıda bəyən düyməsi var.
Sonra abunə olmamısınızsa abunə də ola bilərsiniz və şərhlərinizi mütləq şəkildə gözləyirəm. Əslində indiki videom bunun haqqında yox, göbələk haqqında yox, ağacların əkilməsi qaydası haqqında olmalı idi. Amma kimdən ki gedib ağacları götürüb onun videosunu çəkəcəkdim, onunla danışdım. Dedi ki, hələ ki ağaclarım gəlməyiblər. Əkiləcək, əkin üçün olan ağaclarım gəlməyib, ona görə bu videonu təxirə saldım. Sonra başqa bir məlumatı da sizinlə bölüşmək istəyirəm. Bu da nədir? Deməli, iş yerimdə bir otağın divarında göbələk əmələ gəlmişdi. İçəri girmək olmurdu iydən, göbələyin iyisindən içəri girmək olmurdu. Divarda təbəqələr yaranırdı, şpakulyovka, alçı tökülürdü, ofxalanırdı, üstündə tor kimi əmələ gəlirdi. Həmişə də fikirləşirdim ki, onu nə ilə emal etsəm, onu məhv eləyə bilərəm. Onu bir dərmanla emal etdim. İndi onu burada danışmaq istəmirəm, nə dərmanla emal etmişəm. Həminki yerdə sizə göstərərək onu da sizə göstərəcəm. Əgər maraqlıdırsa, izləmədə qalın. Deməli, divarda yaranan göbələkləri nə ilə məhv etmək olar? Bu barədə bir video çəkəcəm. İzləmədə qalın. İndi yaxınlaşın, bunu sizə göstərim. Hal-hazırda özümün istifadə etdiyim Star Kaptandır. Fikir verirsiniz, yazılır Fungisid. Aktiv ingredient Kaptan 50%'dir. Düşür kameraya. Bu. Mən hazırda bundan çox istifadə edirəm. Belə, demək istədiyim bu qədərdir dostlar. Sağ olun.